Herkese salam dostlar, hər vaxtınız xeyir olsun değerli ve güzel insanlar. Yeni günlə, yeni video ilə sizlərin qarşınızdayım və yeni mövzu ilə. Hansı mövzu ki, İspanla Azərbaycan dilinin saatlarını qarşı-qarşıya qoyub sizlərin qabağında deyəcəm. Və ilk öncə də axıra qədər izləyib bəyəndiyseniz bəyən, yorum və ətrafınızdakı bütün insanlarla da videonu paylaşmayı unutmayın və abunə olmağı da unutmayın. İnşallah YouTube'da 1000, TikTok'ta da ki daha da ileri, daha da çok abone kazanırlar YouTube'da da. Yani basın geçsin, abone tuşunu basın geçsin. Uzun sözün kısası daha gitti. Deməli saat 10. Saat 10 İspan dilində, misal üçün Azərbaycan dilində saat 10'dur, İspan dilində də las 10, 10 deməkdir. En punto da saat tam olanda işlənir. Las 10 en punto. Saat 10'a 11'e 5 dəqiqə işləyib. Las 10:05. Saat 11'e 10 dəqiqə işləyib. Las 10:10. Saat 11'e 15 dəqiqə işləyib. Las 10:15. Sí, cuarto. Saat 11'e 20 dəqiqə işləyib. Las 10:20. Saat 11'e 25 dəqiqə işləyib. Las 10:25. Sí, amigo, 25. Saat 11'in yarısıdır. Las 10:30. Sí, media. Saat 11'e 25 dəqiqə qalıb. Las 11. Sí, las 11 menos 25. Las 11 menos 25. Saat 11'e 20 dəqiqə qalıb. Las 11 menos 20. Las 11 menos 20. Saat 11'e 15 dəqiqə qalıb. Las 11 menos cuarto. Sí, cuarto. Después, yani sonra 15 dəqiqə dedik. Saat 11'e 10 dəqiqə qalıb. Las 11 menos 10. Sí, amigo, 10. Saat 11'e 5 dəqiqə qalıb. Las 11 menos 5. Sí, 5. 5 dəqiqə qalıb, aha. Və sonra saat 11'dir. Onu da siz tapın görək neçə yazacaqsınız. Əgər kim tapa bilsə onun üçün hədiyyəm var. Və abunə olmağı unutmayın. Bəyən və dostlarınızla da paylaşmağı unutmayın. Görüşərik. Oldu mu? Neyse.